Hamıya salamlar. Düşünürəm ki, mənim təqdimata ehtiyacım yoxdur. AZSL-də məni hamı çox yaxşı tanıyır. Nəysə, gəlin davam edək. Böyük məmnuniyyətlə kommersiya departamentlərinin 2011-2012-ci ildə gördüyü işlər barəsində hesabatı sizə təqdim etmək istərdim. Bu brend o qədər məşhurlaşıb ki, onu dünyanın hər bir güşəsində tanıyırlar. Şirkətin adı nə idi? Sözlə izah etməm mümkün deyil. Bunları öz gözünüzlə görməlisiniz. Gəlin bir daha bunun şahidi olaq. Siz bir baxın. Necə də maraqlı bir fikirdir. Kimin ağlına gələrdi ki, futbolçunu reklama çəksin? Bu buruqsaç oğlana paxıllıq edirəm. Açığı mən də kastinqə gəlmişdim. Amma onlar mənim keçəlimə yox dedilər. Həmçinin mənim də bu reklamda əməyim var. Mən oğlana çox mürəkkəb bir fəndi, divanı divana çevirməyə öyrətdim. Bilirsiniz, mənim maddi imkanım çatmır ki, bahalı tarifdən istifadə edim. Amma AZSL-in keçirtdiyi dəqiqəsi 3 qəpik kampaniyasından sonra qərar verdim ki, mən də AZSL nömrə almalıyam. O ki qaldı 3G Max-a həsr olunmuş 3D mappinga 6 dərəcə şaxtaya baxmayaraq cəmaət dayanıb AZSL-in bu yeniliyini seyr edirdi. Mən onlara proyeksiyada dinozavr göstərməyi təklif etdim. Amma onlar məni başa saldılar ki, sən yaxşı budur ki, binanı sök, sonra dik. Bu çox qəribə olsa da maraqlı tapşırıq idi. Dəniz kənarında keçirilən tədbir mənim xüsusilə xoşuma gəldi. Bu AZSL tərəfindən çox gözəl bir hədiyyə idi. Diskoteka öz yerində, hər şey yüksək səviyyədə idi. Xüsusilə də AZSL-in Azərbaycana ilk dəfə dəvət etdiyi DJ qrup çox xoşuma gəldi. Hesab edirəm ki, bu görüntülər hər bir Amerikalının qəlbində qürur hissi yaradır. Mən də anayam, mən də uşaq böyütmüşəm və onu başa düşürəm ki, indiki uşaqlar üçün 3G adım əsl qidadır. Novruz bayramında AZSL bizə də hədiyyə göndərmişdi. Hədiyyələrdən çox razı qaldım. İnanın ki, mən özüm şəkərbura həvəskarıyam. Çox ləzzət elədi. Baku tel sərkisindəki AZSL-in stendi məni çox cəlb elədi. Xüsusilə də orada atraksiyonda iqra oynayaraq Eurovision'a bilet qazandım. Açığı bileti satıb qabaq düşmək istədim, alınmadı. O gün axşam De Niro mənə zəng vurdu. Dedi ki, məni təbrik elə. AZSL-dən təzə pulsuz telefon almışam. Səhərəcən çənə döymüşük. Dedim ona, xeyr ola, elə belə də vızıf atırsan. İndi deyəsən tutmusan özünü. Dedi ki, yox, prosta bugün AZSL-də pulsuz danışıq günüdür. Son zamanlar mənə tez-tez sual verirlər. Bəs sən nə qədər sürətlisən? 4G ilə mən o qədər sürətliyəm ki, hətta radarlara modni düşürəm. Mən bu reklamda YouTube oynamışam. Çünki pul lazım idi sroçnu. Həri. Hamımız işsiz idik. Uşaqlarla bekar qalmışdıq. AZSL-dən gələn bu reklam təklifi əsl yerinə düşdü. Mən rayonda dincəlirdim. Birdən Zak zəng etdi. Dedi ki, tez dur gəl, yaxşı bir iş tapmışıq. Mən tələsik gəldim, elə bildim ki, şöbə müdürü olacağam. Sən demə, biz kuklaları oynayacağıq. Deməli, YouTube, Facebook, Twitter və salam. AZSL Eurovision'ı dəstəkləməklə Azərbaycanın mədəniyyətinin inkişafında böyük xidmət göstərmiş oldu. Bu təqdirə layiqdir. Sonda demək istərdim ki, güclü komandanın qarşısında heç bir çətinlik dura bilməz. AZSL kimi komanda ilə hətta yer üzünü xilas etmək olar. Telefonun üstündədir. Mən telefonu söndürdüm. Düşündüm ki, kosmosda telefon tutmaz. Bax gör nə deyirəm sənə. AZSL kosmosda da tutur. Yaxşı, baş üstə. Gedim onda telefonu yandırım.
Malades.